Salam, hər vaxtınız xeyir olsun. Demək, sualda deyilir, hansı cümlədə budaq cümlə baş cümlədən əvvəl gəlib? Məlum oldu ki, məni də bu məsələdə günahkar bilirlər. Nə məlum oldu? Sualı hansı cümləyə veririksə, həmin cümlə baş cümlədir. Ona görə burada baş cümlə əvvəl gəlib. Külək əsdi, yarpaqlar töküldü. Bu ümumiyyətlə tabesiz mürəkkəb cümlədir. Kim bu yarışda qalib olmaq istəyir, o öncə gəlməlidir. Burada kim bağlayıcı sözümüzdür. Və biz də bilirik ki, baş cümlə budaq cümləyə, daha doğrusu budaq cümlə baş cümləyə bağlayıcı sözlə bağlanan cümlələrdə həmişə budaq cümlə əvvəl olur. Deməli, bu sxemdə budaq cümlə əvvəl, baş cümlə isə sonra gəlib. Doğru cavab olacaq C variantı. Bilirsənmi, həyat necə gözəldir? Adətən mi sual ədatı sual məzmunu yaratmırsa bağlayıcı vasitə olur. Lakin burada sual məzmunu yaradıb, deməli bağlayıcı vasitə deyil və baş cümlə əvvəl gəlib. Nəyi bilirsə? Düşünürdü ki, müharibə ölümdən başqa bir şey deyil. Nəyi düşünürdü? Demək, sualı yenə əvvəlki cümləyə verdik. Doğru cavab olacaq C variantı.